Bu gün cəmi bir neçə dəqiqəyə hazırlaya biləcəyiniz, üzəri xırçıltılı, içi yumşaq şəkərli peçenyelər hazırlayırıq. Dərin bir qaba 2 ədəd yumurta, 1 stəkan qatıq, yarım stəkan duru yağ, 2 xörək qaşığı şəkər tozu və 1 çimdik duz da əlavə edib çırpıcı ilə qarışdırırıq. İndi isə unu və qabartma tozunu az-az əlavə edərək yumşaq bir xəmir yoğururuq. Diqqət edin ki, xəmir ələ yapışmasın, amma eyni zamanda çox yumşaq qalsın, yəni unu çox əlavə etməyin. Xəmiri təxmini bir barmaq qalınlığında yayırıq, üzərinə bolca şəkər tozu səpirik və oxlovla yüngülcə üstündən keçirik ki, şəkər xəmirə yapışsın. Xəmiri kiçik kvadratlar şəklində səliqəli formada kəsirik. Peçenyeləri əvvəlcədən 180 dərəcəli isidilmiş sobaya göndəririk və üzəri qızarana qədər təxmini 20 dəqiqəyə bişiririk. Sobadan gələn o ətir sizi valeh edəcək. Həm də görün bu peçenyelər necə də gözəl qabarıblar. Çay süfrələrinizin bəzəyi olacaq bu asan resepti mütləq yoxlayın. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Hələlik.